Sabahınız xeyir dostlar. Necəsiz? İnşallah ki yaxşısınız. Bugün evdə ad günümüz var. İndi görək tez bazar nə edə bilirəm. Kərəm dolması ilə yarpağı bükdüyümə görə indi dolğaya keçə bilərəm. Qatığı bura boşaltdım. 2 dənə yumurta əlavə elədim. Kefirin yarısını əlavə eləyirəm. Ayranı əlavə eləyirəm. Bu smetanın da hamısını bura əlavə eləyirəm. İki dəqiqə kimi çırpdım mikserlə. Göyərtilər də qupqurudur. Dolğanın suyu qaynayır. Mən də düyü əlavə eləyim. Suyu ilə birgə qaynasın. Sonra da göyərti ilə lobyasını, bir də sarımsağını əlavə eləyəcəm. Ən sonunda da duz, bir də nanə qurusu. Düyünü yudum, əlavə elədim bura. Birdən böyük diş sarımsaq doğradım. İndi lobyasını da əlavə eləyim. Dolğa artıq hazırdır. Duzunu da, nanəsini də əlavə elədim. Bir dənə də kərə yağı əlavə eləyim. Tortumuz budur. Düzün deyim ki, özüm hazırlamamışam. Snickers tortudur. Zakaz vurmuşam. Magazindən gətiriblər. Çox qəşəng görsəndi. 37 с днем рождения папа. Burada da stoliçin. Bu da hazır. Lobyalı plov. Belə bir şey alındı. İndi də uşaqlarla ataları gəlib otursunlar. Ad günün belə keçirək. Ay, ışıqlar yanır Yolkan. Давайте вместе. Раз, два. Подожди. Alqışlar, alqışlar. Днем рождения, папа! Sağ ol. Днем рождения, папа! Спасибо. Elə buradan da belə şəkillər üzdə çəkirəm, nuş olsun. Təbrik eləyirik. Спасибо. Sonra uzun ömür, can sağlığı. Sağ ol. Davay, nuş eləyim. Bu da uşaqların papalarına hazırladığım təbrik sözləri konvertin içində. İkisi bacı qardaş hazırlayıblar. Əsas da Nuray. Çünki məktəbdə də o qədər belə padilka falan hazırlayırlar ki, Nuray bu işdə yəni professionaldır. Nuray öz əllərindən hazırlayıb, yazıb.
olsun. Belə izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələn vloqlarda görüşənədək.